Aziz dostlar, aziz sinir yoldaşlarımız, bugün biz bura şəhidimiz, kim düşmüş şəhidimiz Cəlal Abdullayevin ailəsindəyik. Allah can ölənlərimizə rəhmət eləsin, acılarımıza can sağlığı versin. Bəli, biz Cəlal kimi qardaşlarımızın sayəsində, eləcə də Cənab Prezidentimizin qoyduğu siyasətin nəticəsində 30 il həsrətində olduğumuz Qarabağ torpaqlarına azad etdik. Mən bugün Namir qardaşımıza istərdim ki, əvvəla bizim bu dəmir yumruq simvolu olan hədiyyəmizi təqdim edək. Bu sizə bizlərdən 8 il sinirlərdən hədiyyə və eləcə də Allah rəhmət eləsin, kaş ki sağ olaydı, mən bunu sağlığını özünə təqdim edərdim. Bu da bizdən sizə, yəni mən özüm də saat rəhbəriyəm, qanun yolu telemetrikal saatinin rəhbəriyəm. Saatimiz adından və kollektivimiz adından sizə bir təşəkkürnamədir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə uzalan vətənpərvər oğul şəhid Abdullayev Cəlal xan Kişioğlunun əziz xatirəsi daim ehtiramla yad olunacaq, qəhrəmanlığı gələcək nəsillərə nümunə olacaqdır. Göstərdiyi igidliyə və vətənə sədaqətinə görə təşəkkürnamə ilə təltif olunur və ailəsinə təqdim edilir. Vətən qarşısında xidmətləriniz unudulmazdır. Allah razı olsun. Amkanlı əziyyəti itirməsin. Çünki Arif, Namik bu yolda çox əziyyət çəkdi. Doğrudan çox yalda. Yəni Allah'a hamd olsun ki ömrün qoydu. Amma yenə də Allah'a şükür ki en azından özü ki, yəni harasa gedib. Buna gəlməyinizə görə minnətdarım ailəm adına. Hamımızın ayrı-ayrı. İndi burada hamımız şəhid qardaşlar var, şəhid bacısı da var burada. Yəni bu elə bir işdir ki, necə deyim, 30 ildən sonra da olsa, 33 ildən sonra dostlarını tapdım. Onlar bugünkü gündə dedi ki, baş üstə bir gecəyə gedək. Hamısı nədən elə gəlir, mehribansılar. Onu da çox mehriban. Rusiyada olan əskər yoldaşları TikTok'ta gördülər, gəldilər, burada iştirak edilər, 15 nəfər, 2 nəfər. Onlar bir yerdə, 2 yerdə, o qədər mehriban, yəni dostluq, mehribansılıq və müharibədə vaxtlarda da komandirləri gəldi, hamısı iştirak edildi. Sizə də ayrı-ayrı minnətdarım bugünkü gündə. Atamın, anamın da boşadı olar, o yüzden de ayarlılar ki, biz bu yoldaşlar gəldik. Biz özümüz də çox gec gəlmişik, yəni hamıda bir farklılığı 38 ildən sonra da biz bu qapıya gəlmişik. Yəni, bəli. Hamısı özünüz bir-birinizə yığılmağınız, elə bu işlər Cəlalın tapılmağı təvəqqü olunur. Allah razı olsun.